ekranda eyni zamanda bayram ərəfəsində balaca verilişi gəldi görsünüzə. Ekranlara yaxın əyləşin, çünki balacanın maraqlı efiri sizi gözləyir. Salam. 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 Necəsən? Yaxşı. Yaxşı. Adın nədir sənin? Amin. Ləman. Zümrüt. Zümrüt neçə yaşın var? 3. 6. 5. Sən hara gəlmisən? Balaca. Evinizdə neçə nəfər yaşayır? 5. Kimlərdə olar? Ana, ata, baba, nənə. Amil, əynindəki köynəyi kim alıb sənə? Mamam. Hardan alıb? Bazardan. Ata harada işləyir Ləman? İşdə. Bəs ana? Ana işləmir. Neynir bəs? Çünki evlər yaxşıdır. Avtobusda niyə çoxlu adam olur? Çox mindirlər, pul çox qazansın. Hamı oturur, yoxsa hamı ayaq üstə durur? Baza olur avtobus. Bağçaya gedirsən, hə sən? Neynirsən bağçada? Oynuram, elə belə yatıram. Bağça yaxşıdır, ev. Ev. Bağçada hansı yeməkləri verirlər sizə? Doğra. Evdəki yeməklər dadlı olur, yoxsa bağçadakı? Evdəki. Ata iş görür evdə? Yox. Bəs necə kömək edir anaya? Ata çünki işləmir, çünki yorğundur. Evinizdə neçə nəfər yaşayır? Mən, anam, atam. Gəlin paltarın hansı rəngdə olur? Ağ. Seriallara baxır ana evdə. Hə. Hansı seriala baxır? Baxt kimi. Aşkım Meymunu. Dönə Varvara. Serialda nə baş verir? Evlərinə boşalırlar. Səncə düz eləyirlər? Yox. Baxsan evdəkilər hirsləndirəndə döyürlər səni. Düzdülər üstümə. Ana qışqırdı, yoxsa ata? Ata. Bax, uşaqlar bağçaya niyə gedirlər? Uşaqlar oynamağa. Sonra nə edirlər bağçada? Sonra oynayırlar, sonra da ki yemək yeyirlər, sonra da yatırlar. Sonra da analar gəlir götürür aparır. Bağçada yeməklər dadlı olur, yoxsa evdə? Bağçada. Şaxta baba neçə yaşı var? 90 yaşı var. Şaxta baba haralıdır? Azərbaycandır. Amil, oğlanlar əskərliyə neçə yaşında gelir? 18. Qızları niyə görə əskərliyə aparmırlar? Çünki müdürləri qoymurlar. Hansı müğənnidən xoşun gəlir Amil? Müğənnilərdə ümumiyyətlə xoşum gəlmir. Oxuya bilmirlər, yoxsa xoşuna gəlmir onlar? Oxuya bilmirlər. Heç kimlə. Agənlə. Böyüyəndə kim olacaqsan Amil? Polis. Polis olub nə edəcəksən? Adamlar tutulur. Hansı adamları tutacaqsan? Evet, qırmızıda çeçenləri. Həkim. Azərbaycan bayrağının neçə rəngi var? 3. Hansı rənglərdir Ləman? Göy, qırmızı, yaşıl. Azərbaycan sənin nəyindir? Vətənim. 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 Bəs Bakı? Şəhərim. Şəhərim. Rəyimiz. Bayramımız mübarək. Hələlik. Yeni ilimiz mübarək. Yeni mübarək. Bildiyiniz kimi hər həftə bir məşhur şəxs bizim balaca balara valideynlik edir. Bugün isə bu missiyanı rəqqasə Aksana yerinə yetirdi. Görək onda necə alındı? Salam Aksana. Salam Gülünçka, necəsən? Yaxşı, sən necəsən? Mən əlayam. Gözləyirdin ki, sən də balacada bu uşaqlara baxa bilərsən. İnanırsan ki, hər dəfə baxanda sənin verilişinə mən çox məhdər qalırdım ki, Allah, bu sənin qonaqların necə bunlardan? O qədər başına öhdəsinə gəlir, başlarına oyun açırlar. Amma mən əminəm ki, bu uşaqlar mənim başıma oyun açmazlar yəqin ki. Bilirsən ki, şarın içindəkilərə də bir gün ərzində əməl eləməlisən. Mən? Sən tək və uşaqlarla birgə. Elə, onda başlayaq görək, nə əməldən başlayacaq inşallah. Baxaq görək. Mən gedəcəm və uşaqları və şarları verəcəm sənə. Siz bir gün ərzində şarları partlatmalısınız və gününüzü keçirməlisiniz. Amma əməl eləməlisiniz o şarın içindəkilərə və sonunda mənə zəng eləyəcəksən, mən də gəlib aparacam uşaqları. Görə tək buraxırsan məni? Yaxşı, onda görək də əlimizdə nə çıxacaq. Lap reality show oldu. Onda mən gedə bilərəm. Gedə bilərsən. Oldu, hələlik mən gedirəm və Aksananı bu balaca balalarla tək tənha buraxıram. Hələlik.
bu günləri mən sizə çoxlu hədiyyələr hazırlamışam. Hədiyyə nədir? Onları sizə deməyəcəm. Onu verilişin axırında deyəcəm. Oldu uşaqlar? Amma bir şərtim var ki, siz mənə... Şu anda o sürpriz olmaz ki. Yox, sürpriz olacaq da. Sürpriz olacaq. Yəni, indidən onlar tapsalar o sürpriz olmaz ki. Yox, конечно olmaz. Ona görə mən də deyirəm ki, siz bir dənə konkurslar olacaq və yaxud nəsə olacaq, mən sizə hədiyyə verəcəm. Amma mənim bir şərtim var. Siz mənə qulaq asacaqsınız. Oldu uşaqlar? Hə? Oldu. Amma indi isə bizim süfrəmizə əyləşək. Əyləşək? Davaydı, getdik. Bax bu tortu mən sizə bu verilişə özüm hazırlamışam. Burada nə yazılıb? Bu verilişin adı nədir? Babbalaca. Ay sağ olun, babbalaca. Bunu biz bu günləri inşallah dadına baxarıq. Görərək, siz nə deyirsiniz, dadlıdır, yoxsa dadsız çıxıb. Yaxşı? Ay uşaqlar, indi gəl soruşaq görək sizin adınız nədir? Mənim adım nədir bilirsiniz? Nədir mənim adım? Can, Ləman bilir, bax mənim adım nədir? Mənim adım Aksandır. Ki, sən bilmirsən mənim adım nədir? Can, mənim adım Aksanadır. Bilirsən? Can, hə, sənin adın nə oldu bəs? Zümrüd. Ləmanı mən olsa tanıyıram, Ləmandır. Sonra, adın nədir sən? Hı? Adın nə oldu sən? Deyəsən Elnur. Elnurdur deyəsən, hə? Adın Elnurdur? Elnur. Erkini biz tanıyırıq, Erkin. Bu balaca bizim balaca Fatiməmizdir. Amin. Amin. Görürsünüz ki, bax, mən sizin adlarınızı yadda saxladım. Hansı bayramımız gəlir? Yeni il. Yeni il bayramımız. Onun münasibəti ilə yeni il, ay sağ olun. Onun münasibəti ilə inşallah baxarıq görərək nə var, nə yox. Hansı şar partlar? Qırmızını yoxsa sarını? Sarı. Qırmızını. Dəbə, əlinizi qaldırır kim qırmızını, kim sarını? Qırmızını kim istəyir qırmızını? Amin. İkisi qırmızını, ikisi sarını istəyir. Biz niyə onda? Elnur, sən nə istəyirsən? Qırmızını yoxsa sarını? Hə? Elnur bugünə hələ təzə uşaqlardır, ona görə uşaqlara çətin gəlir də biraz şeydilər. Yaxşı, onda mənim belə təklifim. Birinci qırmızını partladaq, sonra sarını. Olar elə? Olar? Onun içində kağız gördüm mən ya. Ay, kağız var da içində. Bəs onu deyirəm ki, mən kağız var içində və onun içində... Hə, partladın görək, partladın. 201, 1, 2, partladın. Nu? Əla, gəlin nəyə çalaq uşaqlar? Amilə, maladiyyət Amil. Amil, o nədir orada düşdü? Gülə burada bizə yaxşı nəsə şeylər verib ki, biz burada əməl eləməliyik, görək. Uşaqlara Hind rəqsi ifa edim. Amma ki, Hind rəqsini mən sizə birazdan, bəlkə də axırda ifa edərəm. Olar uşaqlar? İcazə verirsiniz mənə? Oldu. Onda isə gəlin mən sizə partladarsan sok töküm, amma sonra işi ayırsın partladarıq. Öz uşağım yoxdur, çox çətin, hədsiz dərəcədə. Bax, bunları mən sizə hazırlamışam. Ay, sağ ol. Şu? Gəlmə. Bizim balaca Fatiməmiz hələ bilmir bu nə demədir. Niçivo, böyüyəndə biləcək inşallah. Bu oldu bir reality show. Amma əminəm ki, öhdəsindən gələrəm yəqin ki. Balaca Fatiməmiz bizim görürsən soğuk içmir, hiç vallah bilmirəm. Onlar buna soğuk olmaz, bu o qədər balacadır ki. İçirsən Fatimə soğuq, görək içəcək. İçir. Mən əslində demək istəyirəm ki, tamaşaçılara, soğuklar yəni dondurmadan çıxar.
çıxarılmayıb, yəni ev şəraitində olan soklardır. Ona görə uşaqlarına əmin olsunlar. Uşaqlar, ürəyiniz nə istəyir? Şirniyə, çipsi? Çipsi. Nə istəyirsən Fatimə? Əslində, əziz tamaşaçılar, mən özüm götürdüm belə bir yəni plasmaslı qablar və vilkalar, hətta ona görə plastik qablar, vilkalar ki, uşaqlar özlərini, necə deyim, zədələməsinlər, yəni metalik qablarla. Siz hələ çips yeyənə qədər, sok içənə qədər, indi Amil partladı şarı, qalıbdı bizdə sarı şar. Sarı şarı kim partladacaq? Dur ayağa. Uşaqlara mahnı oxuyun, mahnı ifa edin. Bəlkə siz mənə kömək eləyəsiniz. Uşaq mahnıları bilirsiniz? Uşaq mahnıları heç kim bilmir. Kim bilir uşaq mahnısı? Mən. De görüm Zümrüt. Alabla boz kız, alabla yağız kapılama. O şiirdir. Can. Əla, bravo deyərdim sənə. Abbi qağır şeirdir. Bəs mahnı bilirsən, Amil? Mahnı elə də yaxşı dedi ki, ay tamaşaçılar, mahnı mən bilmirəm. Haqqında şeir bilirəm. Yox, şeiri sonra bir söyləyərim. Sən mahnı bilirsən, Erkin? Mahnı, bir dəqiqə görüm, oxu mahnı. Bağına can demişəm, bağına can demişəm, suyuna mərcan demişəm. Suyuna mərcan demişəm, canımı qurban demişəm, canımı qurban demişəm. Gözüm canım, Bəkər. Azərbaycanım. Görürsünüz, əziz tamaşaçılar. Mahnı oxu. Azərbaycanım. Gəl, nə çalaq? Erkinə. Madid Erkin. Bilməzdim. Amma mən, uşaqlar, bir mahnı bilirəm. Amma yəni, bilmirəm, bilirsiniz onu yoxsa yox. Kukla mahnısını bilirsiniz, kukla, mənim kuklam. Bilmirsiniz? Gəlin bir yerdə oxuyaq. Oxuyaq? Yox, Amildir, oxumayaq. Amma neyiniyim, artıq mənim şair günçündə yazılandır ki, mən gərək mahnı oxuyum sizin üçün. Məndəki bir dənə mahnı bilirəm, o da ki, kukla mahnısı. Ay uzun saç, qara göz, allı kuklam mənim. Yox. Ay uzun saç, qara göz, ağıllı kuklam mənim. Gəl əlifba oxuyaq, sən şagird ol məməlim. Sən de görüm, ay gözəl kukla,